Bugün sizinlə Şahin İbrahimov və Həsən Hüseyni tərəfindən tərtib olunmuş təbiət kitabının suallarına baxacağıq. Birinci olaraq başlayırıq insan orqanizmi mövzusunun suallarına. Birinci suala deyir, canlının ən kiçik quruluş vahidi nədir? Ən kiçik canlının ümumiyyətlə ən kiçik quruluş və inkişaf vahidi hüceyrədir. Hüceyrə. Və burada hüceyrə harda var? D variantında var. Eyni funksiyaya malik olan oxşar hüceyrələr qrupu və hüceyrələrarası maddə birlikdə hüceyrələr birləşib nəyə əmələ gətirir? Hüceyrələr birləşərək toxumanı əmələ gətirir. Toxuma. Deməli, bizdə də onda nə istəyir? Toxumanı. Toxuma isə burada harda var? B variantında. Deməli, hüceyrələr birləşir, toxumanı əmələ gətirir. Toxumalar birləşir, orqanı əmələ gətirir. Orqanlar birləşir, orqanlar sistemini əmələ gətirir. Orqanlar sistemində birləşir, nəyə əmələ gətirir? Orqanizmi. Deməli, bu ardıcıllıq bu cür davam eləyir. İndi bizdən hüceyrəni birləşib nəyə əmələ gətirir soruşursa, biz nəyə götürəcəyik? Toxumanı. Üçüncüdə, şəkildə göstərilən sümük haqqında yanlış fikri seçin. Baxın, şəkildə hansı sümük göstərilib? Bu fəqərəmizdir. Fəqərələr haqqında bir yanlış baxmalıyıq. Onurğa sütununa aiddir. Bəli, fəqərələr onurğa sütununa aiddir. Ona görə üçüncü düzdür. Yarım hərəkətli birləşmə əmələ gətirir. Bəli, fəqərələr bizə yarım hərəkətlidir. Ona görə B də düzdür. Sümük sisteminə aiddir. Bəli, fəqərələr sümük sistemimizə aiddir. Qabırğanın şəkli xeyr. Qabırğalar döş fəqərələrinə birləşir. 12 cüt olur, yəni 24 dənə. Fəqərələrimiz isə 33 və ya 34 dənə olur. Bunlar da hansılardır? Deməli, bunlara aiddir boyun, 7 fəqərə, döş 12 fəqərə, bel 5 fəqərə, oma 5 fəqərə, büzdüm isə 4 və ya 5 fəqərədən ibarətdir. 4 və ya 5. İndi cəmlədiyimiz zaman 33-34 dənə fəqərə edir. Amma qabırğalarımız isə 12 cüt qabırğamız olur, yəni 24 dənə. Bu isə qabırğanın şəkli deyil, fəqərənin şəklidir. Ona görə D variantı nədir? Səhvdir. 4-də orqanizmə forma verir. Forma verən nədir? Forma verən bizim sümük sistemimizdir. Ona görə burada cavab nə olacaq? C variantı. Qan damar sistemi bizim ürək və damarlardan ibarətdir. Tənəffüs sistemi bizim tənəffüsümüzü təmin edir. Hava aparıcı yollardan və ağciyərlərdən ibarətdir. Cinsiyyət sistemi isə çoxalmanı təmin edir. Ona görə cavabımız nə olacaq? C variantı. 5-də verilmiş diaqrama əsasən hansılar yerini dəyişməyə ehtiyac var? İndi baxırıq. Deməli, hüceyrə, toxuma, orqanlar sistemi olmalıdır. Orqanlar sistemi orqan yox, orqanlar sistemi. Ona görə 2 ilə 3-ün yeri dəyişilməlidir. Cavabımız ona görə olacaq nə? C variantı. 6-da hansı orqanlar sistemi sümüklərlə birlikdə bədənin hərəkətini təmin edir? Sümüklərlə birlikdə bədənin hərəkətini təmin edən bizim əzələ sistemimizdir. Əzələ sistemimizdə harda var? Elə A variantında. B variantında olan şəkil bizim həzm sistemimizdir. C variantında bizim ifrazat sistemimiz göstərilib. D variantında isə bizim tənəffüs sistemimiz göstərilib. Ona görə bizə lazım olan hansıdır? A variantındakı əzələ sistemimiz. 7-də verilmiş orqanla bağlı səhv fikirlər seçin. Bu ürəkdir. Ürəyimiz haqqında səhv fikir tapmalıyıq. Qanı hərəkətə gətirir. Deməli, qanı hərəkətə gətirirmi? Bəli. Bu düzdür. Səhv istəyir bizdən. Tənəffüs sisteminə aiddir. Ürək qan damar sisteminə aiddir. Tənəffüs sisteminə aid deyil. Ona görə 2 səhvdir. Döş boşluğunda yerləşir. Bəli, ürəyimiz döş boşluğundadır. 3 düzdür. İçərisində kapillyar damarlar olur. Bəli. Hətta məsələn, ürəyin üzərini örtən tac arteriyalar var, tac damarlar. Bunlar isə demək, ürəyi qidalandıran damarlardır. Ona görə 4-də düzdür. 5-də deyir, ağciyərlərdən 6 damar gəlir. Ağciyərlərdən gələn damar uşaqlar 4 dənədir, 6 dənə deyil. 2 dənə sağ ağciyər, 2 dənə sol ağciyər venası gəlir ağciyərlərdən ürəyə. Amma ürəkdən çıxır 2 dənə arteriya damarı. Bir dənə sağ ağciyər arteriyası, bir dənə sol ağciyər arteriyası. Amma ürəyə qayıdan isə 4 dənə damardır. Ağciyərlərdən 4 dənə damar qayıdır. Bunlardan 2 dənəsi sağ ağciyər venası, 2 dənəsi də sol ağciyər venasıdır. Ona görə 5-də səhvdir. 2 ilə 5 cavabımız olacaq C variantı. 8-də hansı toxuma damarlarda qan hərəkətini təmin edir? Deməli, qan hərəkətini təmin edən hansı toxumadır? Əzələ toxumasıdır.
müjxaizdən örtür. Bu da A variantında var. Əzələn şəkildə göstərilən vəziyyətində insan. İndi bu əzələnin birinci hansı vəziyyətidir? Bu əzələnin deməli yığılmasıdır. Gördüyünüz kimi yığılır, yəni hərəkət baş verir və bizə nə lazımdır? Hərəkət olunan bir hissə lazımdır. Kitab oxuyur. Xeyr, kitab oxuyanda bir əzələmizdə yığılma baş vermir. Düşünür, burada da baş vermir. Futbol oynayır, bəli. Futbol oynadığımız zaman hərəkət elədiyimiz üçün əzələlərimiz yığılır. Yığıldığı üçün də nə olacaq? Bizim C variantı düzgün olacaq. Televizora baxanda da biz hərəkət eləmirik. Ona görə D variantı da uyğun olmur. Onda müxtəlif canlılara aid təsvir edilmiş skeletlər üçün ortaq olmayan xüsusiyyəti hansıdır? Bunlar deməli nələr haqqındadır? Ən deməli sonuncusu insan skeletidir bu skelet. Amma qalan hər birisi meymunlara aid olan skeletlərdir. İnsana bənzər meymunlar haqqında olan skeletlərdir. İndi bizə ortaq olmayan lazımdır. Baxaq. Onurğa sütununa malik olmaları. Fərq yoxdur. İstər insana bənzər meymun olsun, istərsə də insan olsun. Təbii ki, hər birimizdə onurğa sütunu var. Ona görə A variantı deyil. Döş qəfəsinə malik olması, gördüyünüz kimi hamısının döş qəfəsi var. Ona görə B-də aid deyil. Bizə aid olmayan lazımdır, yəni ortaq olmayan. Bərabər sayda ətraflara malik olmaları, bəli, hamısının ətrafları bərabər saydadır. Bu da hamısına ortaqdır. Bərabər sayda qabırğalara malik olmaları. Baxın, burada ortaq deyil. Niyə? Çünki insanda 12 cüt qabırğa var, 24 dənə. Yəni 12 dənə döş fəqərəsi olduğu üçün 24 dənə deməli qabırğa var. Ancaq meymunlar bəzi nümayəndələrində uşaqlar 12 dənə fəqərə olur və 26 qabırğa olur. Ona görə qabırğalar bərabər sayda qabırğalara malik olmaları biz götürə bilmərik. Ona görə cavabımız nə olacaq? D variantı. 11-də qida borusu ilə bağırsaq arasında yerləşən orqan hansıdır? Bizim həzm sistemi orqanımızı istəyir. Həzm sistemi orqanımıza aiddir ağız, ağızdan sonra udlaq, udlaqdan sonra qida borusu, daha sonra mədə, sonra bağırsaq və sonda nədir? Bağırsaqdan sonra anal dəlik. Anus. İndi bizdə nə istəyir? Qida borusu ilə bağırsaq arasında. Qida borumuzla bağırsaq arasında hansı yerləşir? Mədə. Demək, qida borusu ilə bağırsaq arasında mədə olduğu üçün bizə mədənin şəkli lazımdır. Burada da mədə böyrəkdir, A variantı gedir. C qaraciyərdir, aid deyil. B, baxın bu nədir? Mədə. Bu mədənin qida borusu, daha doğrusu bu qida borusu hissəsidir. Bu da artıq deməli nazik bağırsaq, yəni 12 barmaq bağırsağa doğru gedən hissədir. Ona görə nə olacaq? B variantı. D isə ümumiyyətlə ağciyərdir. Ona görə D variantı da deyil. Hansı daxili skeletə malik deyil? Onurğalılar daxili skeletə malikdir. Bizə onurğalı olmayan deməli lazımdır. İnək onurğalı da var. Hörümçək onurğası yoxdur. Daxili skeleti, daha doğrusu daxili skeleti olmadığı üçün demək, bunda xarici skelet olur. Ona görə B variantı olacaq. 13-də X-i tapın. Qida burada 4-6 saat qalır. Qalan əzələlər divarlara malikdir. Divarlardan şirə axır. Qidanın nazik bağırsağı ötürür. Deməli, bayaq burada həzm sistemi orqanlarımızı qeyd eləmişdim. Hansı həzm sistemi orqanımızda qida 4-6 saat qalır? Mədədə. Qalan əzələlər divarlara malikdir. Bu da mədədir. Qidanın nazik bağırsağı ötürür. Gördüyünüz kimi mədə nədən sonra gəlir? Mədədən sonra nə gəlir? Nazik bağırsaq, daha sonra yoğun bağırsaq, ondan sonra da anal dəlik. İndi mədə nəyə ötürür? Nazik bağırsağa. Ona görə demək, bu da yəni hər biri bizə nəyi verir? Mədəni. Mədənin divarlarından mədə şirəsi axır. Ona görə bunun hamısı mədəyə aiddir. Burada da deməli bizə lazımdır mədə. Mədə də burada B variantında var. 14-də yanlış olanları seçin deyir. Böyrəyə oksigenli qan gedir, karbon qazı ilə zəngin qan çıxır. Deməli, indi baxaq. Böyrəyə oksigenli qan gedir, yəni arterial qan nəzərdə tutulur. Bəli, arterial qan böyrəyə gedir. Rəngi dəyişim. Böyrəyə arterial qan gedir. Karbon qazı ilə zəngin qan çıxırmı? Baxın, böyrəyə
Karbon qazlı zəncinin qanı çıxır. Bəli, venöz elə bir arterial qan girir, venoz qanı çıxır. Ona görə X-imiz nədir? Düzdür. Plusda qoyulub, düzdə qoyulub. Amma bizdən yanlış olanları seçin deyir. Ona görə mən X-i götürmürəm. X-i götürmürəmsə, deməli, A variantı gedirəm növbətiyə. Qaraciyərlə karbon qazlı zəncinin qan gedir. Oksigenlə zəncinin qan çıxır. Tam tərsi. Qaraciyər oksigenlə zəncin qan gəlir. Karbon qazlı zəncin qan çıxır. Yəni tərsinə olmalı idi. Ona plus qoyuq. Səhv qoyub, ona görə Y-i götürürəm. Ağciyərə karbon qazlı zəncin qan gedir. Oksigenlə zəncin qan çıxır. Baxın, ağciyərə karbon qazlı zəncin qan gedir. Düzdür. Oksigenlə zəncin qan çıxır ağciyərdən. Bəli, elə bir ağciyər arteriyası ilə gedir. Ürəkdən ağciyər arteriyası ilə ağciyərə, deməli, karbon qazlı zəncin qan gedir. Ağciyər orada venoz qan, arterial qana çevirir. Ürəkdən, ağciyərdən çıxır və ürəyə qayıdır. Ona görə Z-imiz düzdür. Amma bizə Z-ə minus qoyulub, yəni səhv qoyulub. Amma Z-imiz düzgün cavabdır. Səhv qoyulduğu üçün, deməli, bunu da işarə edirəm. Deməli, Y-dən Z. Daha sonra gedirəm, bağırsaq oksigen qazlı zəncin qan gedir, karbon qazlı zəncin qan çıxır. Deməli, bəli, bağırsağa deməli oksigenlə zəncin qan gedir, karbon qazlı zəncin qan çıxır. Bu da düzdür, amma yenə minus qoyulub, səhv qoyulub, ona görə T-ni də götürürəm. Baş beyinə oksigenlə zəncin qan gedir, karbon qazlı zəncin qan çıxır. Bəli, düzdür. Elə düzdür işarə olunub, ona görə K-nı götürmürəm. Ürəyə həm karbon qazı, həm oksigen ilə zəncin qaz daxil olur. Yəni, həm venoz qan, həm arterial qan daxil olur, həm də karbon və oksigen qazı ilə zəncin qan çıxır. Bəli, məsələn, deməli, böyük qan dövranı zamanı ürəkdən çıxır arterial qan. Arterial qan çıxdığı zaman oksigenlə zəncin qandır bu. Ürəyə qayıdır karbon qazlı zəncin qan, yəni venoz qan. Amma kiçik qan dövranı zamanı ürəkdən çıxır karbon qazlı zəncin qan, yəni venoz qan. Ürəyə qayıdır oksigenlə zəncin qan, yəni arterial qan. Ona görə M də düzdür. Bizə səhvi istəyirdi. Səhvlər də YZT-dir. YZT hanı B variantında verilib. Gəlirəm 15-ə. Şəkildə insan skeleti göstərilmişdir. Bəzi sümük birləşmələri skelet üzərində A, B, C, D və Y hərflərlə qeyd olunub. Cədvəldə verilmiş müxtəlif sümük birləşmələrin düzgün qruplaşmasını göstərən bəndi seçin. İndi bizdə C nədir? C kəllə qapağı sümüyümüzdür. Kəllə qapağı sümüyümüz nədir? Hərəkətsiz. Hərəkətsiz. Y nədir? Oynaqlarımızdır, yəni əlimizdir. Əlimiz də necədir? Hərəkətli. Qısaca qeyd edirəm, hərəkətli. A nədir? A bizim fəqərəmizdir. Fəqərəmiz necədir? Yarım hərəkətli. B nədir? B də bizim ayağımızdır. Ayağımız necədir? Hərəkətli. D nədir? D də bizim ayaqdır. D də nədir? Hərəkətli. İndi yarım hərəkətliyə aid oldu A, hərəkətsiz aid oldu C, hərəkətliyə aid oldu Y, D və B. Bu da harda var? Bu da C variantında düzgün cavab göstərir. 16-da. Qanı oksigenlə zənginləşdirir. Qanı oksigenlə zənginləşdirən hansıdır? Qan damar sistemi deyil. İfrazat sistemi deyil, tənəffüs sistemi bəli. Çünki karbon qazlı zəncin qan gedir, oksigenlə zəncin qan qayıdır. Ona görə qan oksigenlə zənginləşdirilmiş olur. 17-də X, Y qazeti müəyyənləşdirin. Həzm sistemi orqanıdır. Deməli, qaraciyərin ifraz etdiyi şirə bura axır. Qaraciyərin ifraz etdiyi şirə hara axır? Nazik bağırsaq. Deməli, X-imiz nazik bağırsaq. Nazik bağırsaq. Deməli, Y nədir? Nəcis kütləsi formalaşır. Deməli, Y-imiz nədir? Yoğun bağırsaq. Yoğun bağırsaq. Həzm burada başlayır. Həzm burada başlayırsa, bu nədir? Ağız. Bu da birinci həzm ağızda başlayır. Baxaq, X nazik bağırsaq, Y yoğun bağırsaq, Z ağız. Bu da hanı B variantında göstərilir. 18-də. Deməli, qan bədənimizdən bir tam dövr etdiyi zaman ürəkdən 2 dəfə keçir. Baxaq. Qan, deməli, bədənimizdən bir tam dövr etdiyi zaman ürəkdən 2 dəfə keçir. Deməli, bir tam dövr eləyirsə, məsələn, böyük qan dövranı zamanı, böyük qan dövranı, kiçik qan dövranı zamanı, ürəkdən 2 dəfə keçirmi? Bəli, bir dəfə böyük qan dövranında keçir, bir dəfə kiçik qan dövranında keçir. Yəni 2 dəfə keçir. Bu düzdür. Bizdən səhv istəyir.
Onurğa sütunu 33-34 dənə fəqərədən təşkil olunub. Bəli, 33-34 dənə fəqərədir. Bu da düzdür. At onurğa sütununa malik deyil. Deməli, at onurğa sütununa malik deyil. Xeyr, at onurğa sütununa malikdir. Səhv olaraq qeyd olunub. Düz olaraq, yəni düzdür. Bildiyimdə, yəni səhv olaraq qeyd olunması düzdür. Çünki səhvdir. Ona görə bundan da işimiz yoxdur. Döş qəfəsi ağciyərləri qoruyur. Baxın, döş qəfəsi həqiqətən ağciyərləri qoruyur, amma yanlış olaraq sütunda qeyd olunduğu üçün bu səhvdir. Ona görə cavabımız nə olacaq? D variantı. 19-da insan şəkildə göstərilən skelet hissəsinə aid olmayan sümüyü seçin. Bu haradır? Döş qəfəsi. Döş qəfəsinə nə aid deyil? Döş fəqərələri aid. Döş sümüyü aiddir. Qabırğalar aiddir. Çanaq sümüyü döş qəfəsimizə aid deyil. Ona görə nə olacaq? D variantı. İnsana qabırğalar arxadan hansı sümüyə birləşmişdir? Demək, qabırğalarımız arxadan nəyə birləşir? Döş fəqərələrinə. Bu hansı? Demək, bu bizim kürək sümüyümüzdür. Kürək sümüyünə birləşmir. Bu bizim döş sümüyümüzdür. Döş sümüyünə də birləşmir. Arxadan döş sümüyünə birləşmir. Bu bizim çanaq sümüyümüzdür. Çanaq sümüyünə də birləşmir. Baxın, döş fəqərələrinə, bəli, qabırğalar döş fəqərələrinə birləşir. Qabaq tərəfdən döş sümüyünə birləşir. Arxa tərəfdən döş fəqərələrinə birləşir. Ona görə cavabımız nə olacaq? B variantı. 21-də şagirdlər ürəyin necə işlədiyini müşahidə etmək üçün şəkildə verilmiş modeli hazırladılar. Sizcə rezin şar ürəyin hansı hissəsinə ifadə edir və funksiyası nədir? Deməli, bizə nə lazımdır? Bu, deməli, RFM 2025-ci il sualına düşmüşdü və burada, deməli, rezin şarın funksiyası nədir? Rezin şar bizə apara qapaq funksiyasını icra edir. Yəni, elə bil ki, ürəyin qanın buradan geriyə qayıtmasını təmin edir. Geriyə qayıtmasının qarşısını alır. Məsələn, apara qapağın funksiyası nə idi? Qanın, deməli, geriyə qayıtmasının qarşısını alırdı. Burada da eyni funksiyanı yerinə yetirən nədir? Rezin şardır. Qulaqçıq qanı mədəciyə qovur. Burada qulaqçıq funksiyasını yerinə yetirmir. Mədəcik qanı damarlara qovur. Xeyr. Arəkəsmə ürəyə sağ və sol hissələrə ayırır. Arəkəsmə funksiyasını yerinə yetirmir. Qapaqlar qanın geriyə qayıtmasının qarşısını alır. Bəli, apara qapaqları funksiyasını icra eləyir. Ona görə cavabımız nə olacaq? D variantı. 22-də yetkin insanın skeleti uşaq skeletindən fərqlənmir. Fərqlənmir. Çəkisinə görə, deməli, çəkisinə görə fərqlənəcək təbii ki. Çünki insan böyüdükcə, uşaq yaşından yetkin yaşa doğru müəyyən bir çəkisi olur. Və təbii ki, bu çəkisinə də skeleti də aiddir. Öncə bu təsir eləyir. Ölçüsünə görə, yəni böyüdüyü üçün bəli, ölçülərinə də təsir eləyəcək. Elastikliyin az olmasına görə, baxın, uşaq skeletində elastiklik daha çoxdur. Yetkin insanın skeletində elastiklik az olur. Deməli, buna görə fərqlənəcək. Ona görə C variantı da deyil, sümüklərin növünə görə. Yəni, istər uşaq skeleti olsun, istər yetkin insan skeleti olsun, fərqi yoxdur. Hamısında kələ skeleti var, gövdənin skeleti var, ətrafların skeleti var. Yəni, bütün skeletlərdən var. Yəni, bütün sümüklərdən daha doğrusu var. Ona görə nə olacaq? Sümüklərin növünə görə fərqlənməyəcək. 23-də düzgün birləşmələri seçin. Kəllənin ənsə sümüyü. Deməli, ənsə sümüyü, deməli, 5-in, bizdə nə istəyir? X düzgün birləşmələri seçin deyir. Kəllənin ənsə sümüyü, gicgah sümüyü. Hərəkətsizdir. Bəli, ənsə ilə gicgah bir-birinə hərəkətsiz formada birləşir. X düzdür. 5-ci döş fəqərəsinin 6-cı döş fəqərəsi. 5 ilə 6 döş fəqərələri bizdə yarım hərəkətlidir. Hərəkətli deyil. Onca Y səhvdir. Z nədir? Döş sümüyünə qabırğalar. Döş sümüyünə qabırğalar hərəkətli birləşmə deyir. Z hərəkətli. Döş sümüyünə qabırğalar hərəkətli deyil. Onca Z də səhvdir. Deməli, pazu sümüyünə sayt sümüyü. Oynaqlar olduğu üçün burada bəli. Yəni, ətraflarımızın sərbəst hissəsinə aid olduğu üçün bəli, hərəkətlidir. Düz göstərib. K. Çanaqla bud. Bəli, çanaq sümüyü ilə bud sümüyü arasında oynaq var. Ona görə K da hərəkətlidir. X, T, K cavabımız olacaq nə? A variantı. 24-də şəkildə göstərilən orqanın yerləşdiyi boşluqda yerləşir. Bu hansı orqandır? Qaraciyər.
Qaraciyərdə nə yerləşir? Deməli, boşluq. Qaraciyər demək qarın boşluğunda yerləşirsə, qarın boşluğunda stage hissəsi çanaqdadır. Mədə bəli qarın boşluğundadır, düzdür. Ürək döş boşluğundadır, nəfəs borusu döş boşluğundadır. Cavabımız nə olacaq? B variantı. Yanlış fikri seçin. Sümüklərin sınığı zamanı rentgen müayinəsi aparılır. Bəli, sümüklər sınanda rentgenə salırlar. Bu düzdür. Sınmış sümük yenidən bərpa oluna bilər. Bəli, bərpa olunur. Bu da düzdür. Sümüklər əzələlərin köməyi olmadan hərəkət edə bilər. Xeyr. Baxın, bizim sümük sistemimizdə, ümumiyyətlə dağ hərəkətimizdə aktiv hissə var, bir də passiv hissə var. Aktiv hissə bizim əzələmizdir, passiv hissə bizim sümüyümüzdür. Yəni aktiv hissə nədir? Əzələdir. Bizim hərəkətimizin əsasını təşkil edən əzələdir. Ona görə sümüklər əzələnin köməyi olmadan hərəkət edə bilməz. Ona görə C variantı nədir? Səhvdir.